mən bu yaşda qərara gəldim ki, Xosrov və Şirini təzədən oxuyam. Çünki orada çox maraqlı mətləblərə toxunulur. Hər kəs ki cananın sevər canı üçün, canın sevər. Hər kəs canın sevər cananı üçün, cananın sevər. Orada iki məhəbbət var idi. Xosrov Şirin, Fərhad Şirin. Fərhad sadəcə Şirinin var olmağından xoşbəxt idi. Onun sevgisi bir qədər ilahiləşdirilmiş bir şeydir. Şərtsiz sevgi idi. Hər nə olursa olsun, Şirin varsa mən xoşbəxtəm. Və ona xəbər gələndə ki, Şirin öldü, onun ürəyi partladı, öldü. O Şirindən heç nə istəmirdi. O Şirinin var olmağını istəyirdi. O olmayanda da onun ürəyi partladı. Amma Xosrov elə deyildi. Xosrov deyirdi ki, Şirin ya mənim olacaq, ya Şirin olmayacaq. Yəni heç kimin olmayacaq. Ya mənim olacaq, ya öləcək. İndi belə baxsaq, biz hamı deyəcək ki, Fərhadın məhəbbəti müqəddəs idi. Yəni ki, ülvi idi, şərtsiz idi. Yəni ananın balaya məhəbbəti kimi şərtsiz bir şey idi. Amma mənim üçün maraqlıdır. Əgər Nizaminin məsələyə münasibəti belə idisə, niyə Şirin Xosrova qismət oldu? Şirinin fikrini bilirikmi? Şirin əslində kim istəyirdi? Kimin məhəbbəti onun üçün cəlb edici idi? Nizaminin əsərinə psixoloji yanaşma versək, məlum olacaq ki, Şirin Xosrovu istəyirdi. Çünki niyyətin hara, mənzilin ora. Onda sual yaranır. Şirin o cür Fərhadın məhəbbəti ola niyə Xosrovu istəyirdi? Bunun qadının fitrətində nə var idi? Xosrovda sahib olmaq. Mənim olacaq. Qadına aid olmaq istədi.